2025-ci ildə ilk dəfə bədxassəli yeni törəmə diaqnozu qoyulmuş 15144 nəfər qeydiyyata alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə ilk dəfə diaqnoz qoyulan xəstələrin 6787-si kişi, 8357-si isə qadın olub. Ayrı-ayrı lokalizasiyalar üzrə ilk dəfə qeydə alınan xəstələrin sayı ağız boşluğu və udulaq xərçəngi üzrə 237, dodaq xərçəngi üzrə 21, qida borusu xərçəngi üzrə 463, mədə xərçəngi üzrə 1392 nəfər təşkil edib. Bundan başqa düz bağırsaq, onunla siqmavari bağırsağın birləşməsi və anus nahiyəsinin bədxassəli yeni törəmələri ilə bağlı 832, qırtlaq xərçəngi üzrə 199, traxeya, bronx və ağciyər xərçəngi üzrə 1480, süd vəzi xərçəngi üzrə 2928, dərinin melanoması üzrə isə 47 nəfər ilk dəfə qeydiyyata alınıb. Bu göstəricilər hər gün orta hesabla 41 nəfərə xərçəng xəstəliyi diaqnozu qoyulur. Komitədən verilən məlumata görə 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan bədxassəli yenə törəməli xəstələrin ümumi sayı 74004 nəfər olub. Qeydiyyatda olan xəstələrin 28026-sı kişi, 45978-i isə qadındır.